Gəlin baxaq görək davamlılıq nədir? Layihənin davamlılığı layihə tamamlandıqdan sonra da onun müsbət təsirinin və faydalarının uzun müddət davam etməsini təmin etmək deməkdir. Bu, layihə nəticələrinin gələcəkdə də davam etdirilməsi və inkişaf etdirilməsi üçün lazım olan resursların, strategiyanın və dəstəyin təmin edilməsini əhatə edir. Başqa sözlə, layihə bitdikdən sonra belə onun gətirdiyi dəyişikliklərin və nəticələrin qalıcı olmasına fokuslanır. Layihənin davamlılığı, layihənin icrası bitdikdən sonraki dövrü əhatə edir. Davamlılığın əhəmiyyətini anlamağa çalışsaq, mən onu niyyət belirləyici bir meyar kimi qəbul edərdim. Layihə təklifi 100 balla qiymətləndirilirsə, davamlılıq bölməsi donordan asılı olaraq 5 və ya 10 balla qiymətləndirilir. Lakin bu bölmə ilə donor və ya layihə təklifini qiymətləndirən ekspertlər həmçinin bizim müraciət niyyətimizi müəyyən edir. Ekspertlərdə isə bu təəssürat layihənin ümumi qiymətləndirməsinə öz təsirini göstərir. Düşünün ki, dostumla bərabər cəmiyyətdə rastlaşdığımız, bizi təsirləndirən bir məsələ ilə bağlı sosial şəbəkələrdə bir-birimizdən xəbərsiz paylaşım edirik. Mən posta qeyd edirəm ki, ucqar kənddə yaşayan, yüksək potensialı olan bir gəncə dəstək olmaq, ianə toplayıb notebook almaq istəyirəm. Bu post məni tanıyan və eyni zamanda tanımayanlar tərəfindən bir mənalı qarşılanmaya da bilər. Maddi marağım olduğu və ya bəyənmə sayı yığdığım da düşünülə bilər. Eyni zamanda dostum isə aztəminatlı ailədən olan bir gənc üçün notebook almaq istədiyini posta qeyd edib. Amma sadəcə notebookla kifayətlənməyib. Notebook aldıqdan sonra dostları arasından həmin gəncə rəqəmsal bacarıqlar öyrədəcək bir mentor tapdığını, onu davamlı olaraq əlavə kitablarla necə təmin etdiyini və gəncin karyera dəstəyi üçün ekspert dostunu da bu prosesə cəlb etdiyini açıqlayıb. Beləliklə, sadəcə bir cihaz deyil, uzunmüddətli dəstək verməyi planlaşdırdığını aydın şəkildə ortaya qoyub. Sizcə, hansı post qarşı tərəfdə daha çox güvən və inam hissi yaradacaq? Məncə bu misalda biz davamlılıq bölməsinin layihəmizin qalib olması üçün hansı əhəmiyyət kəsb etdiyini görə bilərik. Davamlılıq dövrünün təsirli planlaması üçün bu strategiyanı 5 meyar üzərindən qiymətləndirməliyik. Maliyyə davamlılığı, sosial davamlılıq, ekoloji davamlılıq, institusional davamlılıq və siyasi davamlılıq. Bu 5 meyarı bir misal üzərindən düşünməyə hazırsınız. Düşünək ki, layihəmizin məqsədi Kürdəmirdə yaşıllığın çoxaldılması və ya meşəliyin salınmasıdır. Layihə dövrü ərzində əldə etdiyimiz maliyyə ilə biz ağaclar alırıq, ağacları əkmək üçün bel və ya digər bu kimi alətləri təmin edirik, ağacların əkiləcəyi ərazi üçün icazəni alırıq. Ağacları əkmək üçün könüllüləri cəlb edirik, ağacların sulanması üçün texniki avadanlıqları təmin edirik. Deyək ki, layihə müddəti ərzində ağaclarımızı əkməyi planladıq. İndi gəlin bu misalda davamlılığı 5 meyar üzrə qiymətləndirək. Layihə bitdikdən sonra ağacların böyüməsi üçün biz nələr etməliyik? Nə qədər maliyyə ehtiyacımız var? Bu sahədə bizim bir ekspertə ehtiyacımız ola bilər. Mütəmadi qiymətləndirilməsi və tövsiyələr verməsi üçün. Bu ekspertin iştirakını necə təmin edəcəyik? Öz komandamızda mı var? Yoxsa dostumuz var ki, bu məsələdə bizə dəstək göstərəcək? Bəlkə tərəfdaş qurum bunu təmin edəcək. Bu məlumatı donora inandırıcı şəkildə çatdırmalıyıq. Məsələn, ağacların suvarılmasına kim cavabdeh olacaq? Bəlkə bunun üçün xüsusi bir avtomatlaşdırılmış qurğulardan istifadə edəcəyik. Elə olduğu halda su və elektrik enerjisini necə əldə edəcəyik? Maddi xərclərimiz çıxacaqsa, bunu hardan əldə etməyi planlayırıq? Deməli, davamlılıq hissəsi elə yazılmalıdır ki, ekspertlərin beynində yarana biləcək bütün suallara cavab verə bilək. Sosial davamlılıq tərəfindən baxmış olsaq, bu təşəbbüsümüz yerli əhalinin hansı problemini həll edir? Onlar bu məsələdə nə qədər maraqlıdır? Layihə planlandığı zaman hədəf kütləsinin iştirakını təmin eləmişikmi? Bu ərazi icma üçün əlverişli yerdə seçilibmi? Bəlkə ərazi elə bir yerdə seçilib ki, insanların gündəlik hərəkətlərinə mane olur. Onlar bu ərazini qoruyacaq, yoxsa biz ərazini əhalidən qorumaq məcburiyyətində qalacağıq? Layihə bitdikdən sonra onlar bizim əməyimizə sahiblənəcəkmi? Yəni onlar
bu meşənin yaşıllığın inkişafı üçün əllərindən gələni edəcəkmi? Bax, bu suallar da sosial davamlılıq tərəfindən ekspertlərin cavab tapmaq istədiyi suallar arasındadır. Siyasi davamlılıq tərəfindən baxmış olsaq, Kürdəmirdə meşənin salınması aktual olan dövlət proqramlarında, yerli siyasətlərində yer alıbmı? Dövlət qurumları bu məsələni dəstəkləməkdə nə qədər maraqlıdır? Biz bu layihəni bitirdikdən sonra həmin qurumlar layihəyə sahiblənmək, meşələrin genişlənməsi üçün maddi, zaman, insan resursu ayıra biləcəkmi? Çünki həmin qurumların da resursları məhduddur və qurumlar onlar üçün müəyyən olunmuş prioritetlərə üstünlük vermək məcburiyyətindədirlər. Ağac əkmə özü ekoloji inkişaf ilə bağlı təşəbbüs olsa da, düşünülməmiş planlama digər tərəfdən ekoloji ziyanlar verə bilər. Məsələn, su və elektrik enerjisi israfını buna misal göstərmək olar. Bütün bu məqamları planlamaq ekoloji davamlılıq baxımından önəmlidir. İnstitusional baxımdan davamlılıq üçünsə komandamızın yetərli və qərarlı olduğunu qiymətləndirməli və reallıqları donorlara çatdırmalıyıq. Layihə bitdikdən sonra layihənin davamlı təsirləri ilə kim maraqlanacaq? Bu, həmin əməkdaş üçün nə dərəcədə maraqlıdır? Layihə nəticələrini, uğurlu və ya uğursuz təcrübələri harda paylaşmağı düşünürük? Sektorda digər iştirakçılar bundan xəbər tutsun, mənfi təcrübəni təkrarlamasın, uğurlu təcrübəni davam etdirsinlər deyə. Layihəni sorğulayaraq davamlılıq bölməsinə qısa və aydın bir abzas yazmalıyıq ki, ekspertləri layihə üçün ayrılacaq büdcənin boşuna xərclənmədiyinə inandıraq.